Salam. Bilirsiniz, müasir həyatın ritmi bəzən adamı dəli edir, elə deyilmi? Hər zaman daha çox işlə, daha çox şey əldə et. Bu təzyiq altında yaşayırıq. Amma bu tempin çox ağır bir bədəli var, tükənmək. Bax, bugün məhz bu mövzuya, yəni psixologiyada burnout deyilən o tükənmişlik sindromuna toxunacağıq. Bir anlıq dayanıb özünüzə bu sualı verin. Heç olubmu ki, hər şeyə çatmağa çalışarkən sanki özünüzü itirirsiniz, enerjinizin son damlasına qədər tükəndiyini hiss edirsiniz? Əgər cavabınız hədirsə, əmin olun ki, tək deyilsiniz. Bu, çoxumuzun bugün üzləşdiyi bir reallıqdır. Yaxşı, gəlin bu məsələnin biraz dərinliyinə enək. Bugün bizə ailə psixoloqu və psixoterapevt Sübhan Abuşovun təhlili kömək edəcək. Gəlin onun yanaşması ilə birlikdə baxaq görək, burnout əslində nədir, niyə yaranır və ən əsası bu vəziyyətdən çıxış yolu varmı? İlk olaraq gəlin ən vacib fərqi aydınlaşdıraq. Çox vaxt biz yorğunam deyirik və bununla da burnout-u sadələşdiririk. Amma Sübhan Abuşovun da vurğuladığı kimi, bu adi yorğunluqdan çox fərqli bir şeydir. Daha dərin və daha mürəkkəb bir vəziyyətdir. Baxın, bu tərifi anlamaq çox vacibdir. Buradakı açar söz uzun müddətli stressdir. Yəni bu bir günlük gərgin işin və ya bir həftəlik yorğunluğun nəticəsi deyil. Əsla. Bu, aylarla, bəzən hətta illərlə davam edən, insanın bütün daxili ehtiyatlarını sorub tükədən bir prosesin son nöqtəsidir. Psixologiya burnout-u 3 əsas komponentlə izah edir. Gəlin indi bu 3 sütuna baxaq və görək bu tükənmə hissi özünü hansı formalarda biruz edir. Bunları anlasaq, vəziyyəti düzgün qiymətləndirə bilərik. Deməli, birincisi emosional tükənmə. Təsəvvür edin ki, sizin emosional batareyanız tamamilə boşalıb. 0%. Səhər yataqdan qalxmağa belə güc tapmırsınız. Əvvəllər sizə zövq verən şeylər indi tamamilə mənasız görünür. Bax, burnout-un təməli məhz budur. İkincisi isə depersonalizasiya. Bu biraz qəribə səslənə bilər, amma mahiyyəti budur. İnsan sanki öz həyatının kənar seyirçisinə çevrilir. Emosional olaraq hər şeydən uzaqlaşır. İşə, həmkarlara, hətta yaxınlarına qarşı belə bir soyuqluq, bir laqeydlik yaranır. Əslində bu, beynin özünü qorumaq üçün qurduğu bir divardır. Amma bu divar insanı daha da tək qoyur. Və nəhayət üçüncü komponent, şəxsi effektivliyin azalması. İnsan öz bacarıqlarına, qabiliyyətlərinə şübhə etməyə başlayır. Gördüyü işlər gözündə dəyərsizləşir. Və mən heç nəyi bacarmıram düşüncəsi beynində möhkəmlənir. Bu da təbii ki, insanın özgüvənini tamamilə məhv edir və onu bir çarəsizlik quyusuna salır. Yaxşı, bəs insan durduğu yerdə bu vəziyyətə necə gəlib çıxır? Sübhan Abuşovun analizlərinə görə burnout bir gecədə baş vermir. Yox, bu addım-addım irəliləyən bir prosesdir. Gəlin indi bu mərhələləri izləyək. Bunları bilmək bəlkə də təhlükəni hələ yolda ikən görməyimizə kömək edər. Hər şey həddindən artıq yüklənməklə başlayır, yəni gücümüzdən daha çox iş götürürük. Ardınca bərpa mərhələsi yox olur, ya istirahətə vaxt tapmırıq, ya da istirahətimiz keyfiyyətsiz olur. Sonra üçüncü addım gəlir, daxili təzyiq. Mükəmməl olmalıyam, səhv etməməliyəm kimi düşüncələr bizi idarə etməyə başlayır. Bu da bizi birbaşa emosional boşalmaya gətirir, yəni artıq heç nədən zövq almırıq və son dayanacaq, tam tükənmə. Gördüyünüz kimi bu pillə-pillə enən bir nərdivandır. Əslində bədənimiz, ruhumuz bizə dayanmadan siqnallar göndərir, amma biz çox vaxt ya bu siqnalları görmürük, ya da onları səhv yozuruq. Gəlin indi həm bu həyəcan siqnallarını tanıyaq, həm də burnout-la bağlı ən zərərli yanlış inancları üzə çıxaraq. Bir saniyə bu siyahıya diqqətlə baxın. Keçməyən yorğunluq, itmiş motivasiya, hər şeyə əsəbləşmək, yuxusuz gecələr. Bu əlamətlərdən hansısa sizə tanış gəlirmi? Bəlkə də bu sadəcə pis bir gün deyil. Əgər bu siqnallar artıq həyatınızın bir parçasına çevrilibsə, deməli, bədəniniz və zehniniz sizə SOS siqnalı göndərir. Keçib gedər demək, problemi sadəcə daha da böyüdür. Baxın, bu sitat bütün məsələyə baxışımızı tamamilə dəyişir. Sübhan Abuşovun bu sözləri burnout-la bağlı ən böyük yalanı alt-üst edir. Bu mənim zəifliyimdir. Xeyr, məsələ sizin iradənizdə və ya xarakterinizdə deyil. Məsələ sizi tükənməyə vadar edən, balanssız qurulmuş o sistemin özündədir. Bax, bu düşüncə özünü günahlandırmaqdan qurtulmaq üçün atılacaq ilk və ən vacib addımdır. Beləliklə problemi anladıq, səbəbləri gördük. Yaxşı, indi gəldik ən vacib hissəyə, həll yolu nədir? Tükənmiş bir vəziyyətdən çıxıb yenidən o balansı tapmaq əlbəttə ki mümkündür. Amma bunun üçün də konkret bir plana ehtiyacı var. Sübhan Abuşov bərpa üçün 5 addımlı bir yol xəritəsi təqdim edir. Birincisi, zamanı yox, enerjinizi idarə etməyi öyrənin.
İkincisi, sərhədlər qoyun və lazım olanda rahatlıqla yox deyin. Üçüncüsü, keyfiyyətli yuxu, normal qidalanma kimi bərpa mexanizmlərini həyatınızın mərkəzinə qoyun. Dördüncüsü, o mükəmməlliyətçi düşüncələri bir kənara qoyub özünüzə qarşı daha anlayışlı olun. Və beşincisi, lazım gələrsə, bir mütəxəssisdən dəstək almaqdan heç vaxt çəkinməyin. Və sonda, bütün bu danışdıqlarımızın bizi gətirdiyi əsas nəticəyə, yəni uzunmüddətli uğur üçün fundamental bir prinsipə nəzər salaq. Bu, müasir dövrdə hamımızın mənimsəməli olduğu yeni bir oyun qaydasıdır. Deməli, ən vacib məqam budur. Özünü məhv etmək bahasına qazanılan uğur əslində ən böyük uğursuzluqdur. Sübhan Abuşovun da dediyi kimi, həqiqi və davamlı müvəffəqiyyət ancaq və ancaq iş, istirahət və şəxsi həyat arasında sağlam bir balans üzərində qurula bilər. Unutmayın, özünüzə vaxt ayırmaq egoistlik deyil, uzun məsafəyə qaçmaq üçün ən ağıllı strategiyadır. Və bu təhlili yekunlaşdırarkən sizi bu çox vacib sualla baş-başa buraxmaq istəyirəm. Sizin gündəlik həyatınız, vərdişləriniz, iş rejiminiz, bütün bu qurduğunuz sistem sizi gücləndirir, yoxsa yavaş-yavaş tükəndirir? Bu suala verəcəyiniz səmimi cavab balansa doğru atacağınız ilk addım ola bilər.